Herkese salam. Bugün sizinlə leksik şəkilçini qrammatik şəkilçidən necə fərqləndirməliyik, onu öyrənəcəyik. İlk öncə sizə məlumat verim ki, leksik şəkilçini qrammatik şəkilçidən fərqləndirməyin ən gözəl üsulu həmən sözə sual verməkdir. Gəlin sözləri yazaq və onlara sual verək, qrammatik və leksik şəkilçini isə təyin edək. Məsələn, gəlin yazaq. Kitablar. Kitablar. Nələr? Sual verdik. Deməli, sualın tərkibində hansı şəkilçi iştirak eləyirsə, həmən şəkilçi məhz sözdə də qrammatik şəkilçi olacaq. Şəkilçimiz nədir? Lər şəkilçisi, cəm şəkilçimiz. Sualın da tərkibində həmən şəkilçi iştirak etdiyi üçün məhz bu şəkilçini biz qrammatik şəkilçi kimi götürməliyik. İndi isə gəlin növbəti söz yazaq. Məsələn, yazırdı. Gəlin feil yazaq və onu təyin edək. Yazırdı. Sual verək. Nə edirdi? Sualın tərkibindəki şəkilçilərə baxaq. Burada biz həm ir şəkilçisini, həm də di şəkilçisini görürük. Eynən bu şəkilçilər yazırdı sözünün tərkibində də var. Demək ki, sualın tərkibində iştirak edən məhz bu şəkilçilər olacaqdır qrammatik şəkilçi. Ir qrammatik, d qrammatik. Gəlin növbəti sözlərimizə baxaq. Başqa sözlər daha yazaq. Məsələn, gəlin yazaq. Kitabxanadakılar. Yazaq. Kitabxanadakılar. Sual verək. Kimlər? Sualımızın tərkibindəki şəkilçiyə baxaq. Burada məsələlər şəkilçisi iştirak eləmişdir sualın tərkibində. Deməli, burada bir dənə qrammatik şəkilçi var. O da ki, lar şəkilçisi. Gəlin növbəti sözə baxaq. Məsələn, gəlin yazaq. Baxmaq. Sual verək. Nə etmək? Şəkilçinin tərkibində, sualın tərkibindəki şəkilçiyə baxırıq. Maqmək. Eynən bu şəkilçi sözümüzdə də var. Deməli, bu şəkilçi nəymiş? Qrammatik şəkilçi imiş.